Uşaqların sevinci, təbəssümü, gözlərindəki ümid. Bunlar dünyanın ən qiymətli dəyərləridir. Məhz bu müqəddəs dəyərlərə hörmət əlaməti olaraq Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 52 saylı körpələri bu uşaq bağçasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş Qoy Həmişə Günəş Olsun adlı möhtəşəm bayram tədbiri təşkil olunub. Bayram münasibətilə təşkil edilən tədbir uşaqların şən və rəngarəng çıxışları ilə yadda qalıb. Balaca fidanlar vətənə, sülhə, azadlığa və xalqımızın xilaskarı, ümumilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş şeirlər, mahnılar və rəqslərlə çıxış ediblər. Onların səhnədəki özünə inamlı davranışları, sərbəstliyi, təravətli səsləri və jestləri bir daha sübut edib ki, bu bağçada uşaqların tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Tədbirin estetik və emosional zənginliyi, səhnənin bədii tərtibatı, uşaqların geyim seçimi və təqdim etdikləri maraqlı kompozisiyalar tədbirə xüsusi bir ab-hava bəxş edib. Seçilən mövzuların dərin məzmunu uşaqlara yalnız əyləncə deyil, həm də mənəvi tərbiyə aşılayıb. Bu möhtəşəm tədbirin ərsəyə gəlməsi isə şübhəsiz ki, peşəkar rəhbərlik və fədakar pedaqoji kollektivin əməyi ilə mümkün olub. 52 saylı bağçanın müdiri Sədaqət Bayramova öz peşəsinə, uşaqlara və müəllim kollektivinə olan sevgi və məsuliyyət hissi ilə bu təhsil müəssisəsini bölgənin nümunəvi bağçalarından birinə çevirə bilib. Onun illərin təcrübəsinə söykənən uzaqgörən rəhbərliyi, hər detala göstərdiyi həssas yanaşma, pedaqoji prosesə olan elmi və praktiki baxış bu cür tədbirlərin uğurla həyata keçirilməsinin əsas təminatıdır. Sədaqət xanımın rəhbərlik etdiyi kollektiv isə sadəcə müəllimlərdən ibarət deyil, bu bir ailədir. Bu ailədə sevgi var, həmrəylik var, məsuliyyət var. Onlar hər bir körpəyə fərdi yanaşaraq, onların emosional və intellektual inkişafı üçün əlindən gələni əsirgəmir. Müəllimlərin fədakar əməyi nəticəsində bu bağçanın balaca sakinləri ilk addımlarını sevgi içində açır, ilk sözlərini müdrikliklə seçirlər. Bu cür tədbirlər təkcə bir bayram deyil, həm də gələcəyin etibarlı əllərdə olduğunu göstərən bir mesajdır. Çünki uşaqlar bizim sabahımızdır və o sabahın parlaq olması üçün belə zəhmətkeş, mərhəmətli və vətənpərvər müəllimlər çalışdığı müddətcə gələcəyimizə arxayın ola bilərik. Tədbirin kulminasiya nöqtəsində isə sülhün və azadlığın rəmzi olan ağgöyərçinlər uşaqların əllərindəki rəngarəng şarlarla birgə səmaya buraxılıb. Bu rəmzi səhnə elə bil ki, səmaya ucalan arzuları, gələcək ümidləri və körpə qəlblərin saf duyğularını ifadə edirdi.